Şirvan şəhərində 1994-cü il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Elmana xəsarət yetirib. Hadisə Şirvan şəhəri Xəqani küçəsində yerləşən marketin qarşısında baş verib. Aqil küçədə Elman ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, ünvanına ucadan nalayiq ifadələr işlədib. O, ətrafdakı şəxslərin gözü qarşısında istintaqa məlum olmayan silah qismində istifadə etdiyi 8 güşəli dəmir parçası, yumruq və təpiklə Elmanın bədəninin müxtəlif nahiyələrinə vurub. Aqilin barəsində Cinayət Məcəlləsinin 127.2.3 ümumi təhlükəli üsulla və ya xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma və 221.3-cü silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşahidə olunan xulqanlıq törətmək maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, hadisə 1 may 2024-cü ildə baş verib. Qardaşım ilə Şirvan şəhərindəki marketin qarşısında bankomatdan pul çıxartmağa getdim. Bir nəfər yaşlı kişi bizim maşınımızı vurdu. Maşından düşərək həmin şəxslə söhbət etməyə başladım. Daha sonra Elman gəldi. O bizimlə söyüşlə danışdı. Ona dedim ki, söyüş söyməsin. Qardaşım isə sür gedək, problem yaranmasın deyə bildirdi. Maşını sürməyə başladığım zaman vaxt Elman bizə var-yox söyüşü söydü. Maşından düşərək ondan bizə niyə söydüyünü soruşdum. Sonra maşına sürərək getdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, hadisə vaxtı Elmanı vurmayıb, ona xəsarət yetirməyib. O deyib ki, hadisə vaxtı onun əlində heç bir əşya olmayıb. Əməlindən cinayət tərkibi olmadığından ona bəraət verilməsini xahiş edib. İş üzrə zərər çəkmiş Elmanın sözlərinə görə onun 64 yaşı var, hamıya imkan daxilində kömək edir, söyüş söyən biri deyil. Təqsirləndirilən Aqil əvvəllər tanımamışam. Məlum hadisə günü saat 19 radələrində ticarət mərkəzinin qarşısında sonradan tanıdığım Aqilin avtomobilinə digər bir avtomobilin toxunduğunu, həmin avtomobilin sürücüsü ilə mübahisə etdiklərini gördüm. Yaxınlaşaraq onunla müştərilərə narahatlıq yaratdıklarını, burada söz-söhbət salmamaqlarını, mübahisələrini kənarda etmələrini dedim. Bu zaman Aqil avtomaşını sürətlə yerini hərəkətə gətirdi, daha sonra geriyə döndərdi, avtomaşını saxlayaraq düşdü. Əlinin içərisində tutduğu dəmirdən olan 8 güşəli alətlə üstümə hücumaraq sol qabırğa nahiyəmdən bir də həmin dəmir alətlə təpik və yumruqla xəsarət yetirdi. Mən özümü saxlaya bilməyərək yerə yıxıldım. Həmin vaxt ətrafda olan şəxslər məni yerdən qaldırdılar, sonra məni xəstəxanaya apardılar. Orada mənə tibbi yardım göstərildi. Həmin gecə bədənimdə güclü ağrılarım oldu. Səhəri gün klinikaya gedərək kompüter tomoqrafiyadan keçdim. Mənə qabırğalarımın qırıldığını dedilər deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, təqsirləndirilən şəxs onu vuran vaxt ətrafda çox sayda kənar şəxslər olub. Mən hadisə vaxtı Aqilə qarşı heç bir qanunsuz hərəkətə yol verməmişəm. O cümlədən onu söyməmişəm, vurmamışam. Şəkər və ağır xərçəng xəstəsiyəm. Hadisədən uzun müddət keçdiyindən bəzi məqamları xatırlamıram deyə o ifadəsində göstərib. Şirvan şəhər məhkəməsinin hökmü ilə Aqil 3 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Bundan başqa Quba rayonunda istirahətə gedən qadın
bir günlük kiraya tutduqları evdə döyülüb. Hadisə ötən ilin noyabrın 22-sində Quba şəhəri Qətrəş yolu massivində yerləşən fərdi evdə baş verib. Quba rayon sakini 1996-cı il təvəllüdlü Rüstəm həmin gün səhər saat 8 radələrində aralarında yaranmış mübahisə zamanı Cəmilənin sifət və bədənin müxtəlif nahiyələrinə əli ilə qəsdən vurub ona xəsarətlər yetirib. Məlum olub ki, Cəmilə Bakının Yasama rayonunda yaşayıb və Quba rayonuna Rüstəm ilə birlikdə istirahət etmək üçün yollanıb. Rüstəm ifadəsində göstərib ki, Cəmilə adlı xanımı bir ildir tanıyır, münasibətləri daim yaxşı olub. Məlum hadisə günü gecə saat 01:30-da Cəmilənin idarə etdiyi avtomobil ilə Quba şəhəri Qətrəş yolu massivində yerləşən marketin arxasındakı günlük kirayə evə getdik. Mən həyətdə olan manqalı yandırdım, birlikdə yemək yedik, spirtli içki qəbul etdik. Cəmilə səhər saatlarında yuxarı qalxaraq yatdım. Mən yuxarı mərtəbəyə qalxaraq çarpayıda onun yanında uzandım deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, bir qədər sonra Cəmilə yuxudan ayılıb. Cəmilə niyə onun yanında yatdığımı irad bildirdi. Məni nalayiq ifadələrlə təhqir etdi. Mən bu səbəbdən əsəbləşərək Cəmilənin qulaq nahiyəsindən və səhvətinin müxtəlif nahiyələrindən şillə ilə vurdum, ona sinə, boğaz nahiyələrindən əlim ilə tutaraq sıxdım. Mübahisə zamanı yanımızda heç kim olmayıb, mübahisəmiz 2-3 dəqiqə davam etdi deyə o ifadəsində göstərib. Faktla bağlı Rüstəmin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib, iş baxılması üçün Quba rayon məhkəməsinə göndərilib. Konstitusiya və suverenlik ili münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib. Onun barəsində cinayət təqibinə Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.